taraf geri. Bu tarafdan gelme kalk. Oradan gelsin rahat. Ne bileyim ben. Hadi bir oradan gelsin adam. O taraf. Ne bileyim ya. Kesme gel buradan gel. Baba deyirəm baham. Kışkırmıram mı? Deyirəm kışkırmıram. Bana normal deyirəm. Deyirəm baham. Baham deyirəm baham. Baham kardeşim. Ben de sen. Can post yeri kardeşim bayram günü. Deyirəm baham. Övrətdən deyirəm baham. Baham kardeşim baham. Öpürəm görüşər inşallah. Başka baham. Can baham. Baham dayı. Can. Sen de evde hamle salam ver. Evde baham da baham. Yok sual çattıramıyorum. Deyirəm baham. Qardaş, zəhmət olmasa maskanı tax da. Maskanı taxmaq lazımdır, qardaş. Muhafizə sən qədər. Hə, mühafizəyəm, maska taxmaq lazımdır. Nə deyil, nə baxırsan? Deyirəm, maska tax da, qardaş. Nə dedin? Deyirəm ağırlı olmaq lazım, maska taxmaq lazım. Hə, oldu, maskanı tax. Hələ baxır. Nə qulluq? Hə, qardaş, maskanı tax, heç qulluq lazımdır. Nədir? Əziz dostlar, hər kəs salamlayıram. Mən istədim karantinlə bağlı hamımız evdəyik. İstədim ki, sizə bir çipsi hazırlayayım ki, darıxmayasınız və hamınız da bunu hazırlaya bilərsiniz. Çox asandır. Yəni, buna lazımdır 1 ədəd soğan, 1 ədəd kartoşka, 1 ədəd yağ, yoğurt, sarımsaq. Bunları xırda doğrayırıq içinə. 1 ədəd də skuşonu lazımdır. Skuşonun da üstünə bir qaşıq əlavə edirik. Çalışaq ki, böyük olmasın da xırda doğramaq lazımdır. Biz nə edirik? 10 dəqiqədən sonra sizə göstərəcəm ki, mən necə çipsi hazırladım. Əziz dostlar, hal-hazırda 10 dəqiqə vaxtımız keçdi. Çipsimiz isti hazırdır. Nuş olsun. Siz də evdə hazırlaya bilərsiniz. Sağ olun, gələn görüşənədir. Əziz dostlar, hal-hazırda çay qırağındayım. Suyun səsindən değişdirsiniz. Ayaqlarımı suya sallamışam. Orada kebab pişirəm özüm üçün. Buyurun efendim. Kuşların səsi qəşəng. Oturmuşam çayın qırağında. Salvarım sis oradan. Maşallah. Kardeşim neyse Navaniye vəziyyət, salamatçıldır. Tələsirdim mən də gedim. Billəmə qardaşım, başıma bir iki dənə işlər gəlir. İstəyir mən sənəcə günü görüm danışayım. Maşını vurdum da, bilmirəm xəbərin oldu ya, yox. Mən sənə demişdim o maşını dəyişdir. Nə bilim. Demişdim o maşını dəyişdir. Dəyişdirdin, Görsən, nə bax qardaş? görsən, böyük sözdən qulaq asmışsınız, sonra qalırsınız. Mən sənə demişdim. Dəyişdirəcəkdim qardaşım. Hə. Pul qoydum işə ki, yaxşı iş qurulmaz ha. O da batdı orada iş. Bax görsən, mən sənə demişdim də o işə girişmə. Pulumu yığ da qardaşım, tələsmə də, gəlirim vardı onsuz da. Tələsmə də. Mən sənə demişdim də bunu. Demişdim də bunu sənə. Mən sənə demişdim, deməmişdim. Məsləhət almaq istəyirdim. Məsələn, prosta telefon elə bir ki, nömrə qırıldı, getdi orada. Hə, onda. Görsən, mən sənə demişdim də o telefonu işlətmə. Mən sənə demişdim. Telefon ha vaxt demirsən. Ha vaxt demirsən telefonu. Yox, indi yəqin fürsət olmayıb da deməyə. Başa düşdün? Fakt amma demək istirdim, başa düşdün? Mən sənə yanda deyirdim, sənə söz demək istəyirəm. Elə oydu. Yəni 2-3 gündə mərdəmin aşağı salırıq, qarnım ağrıyır da biraz. Gəlsən hamiləyəm. Görsən, mən sənə demişdim. Mən sənə demişdim ki. Ay, nə demişsən? Nə demişsən? Hamilə demişəm mən. Mehdi'ne yaxınlıq eləmədim. Nə demişsən? Öpürəm də. Nə deyirsən sən? Dəlsən sən? Qaqa, Mehdi ilə danışdığım sabahları sən, mən, Mehdi geririk kebab yeməyə. Ha? 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 Yaxşı. Ha, şu. Fark git.